Salam uşaqlar, bugün 26 oktyabr tarixində başlayan OTK sınavından coğrafiya suallarına baxacağıq. Başlayırıq 31 nömrəli sualına. Burada bizə Eyler-Venn diaqramında Ural dağları və Atlas dağlarını verib, onların oxşar fərqli cəhətlərini soruşur. Gəlin variantları oxuyaq. İki yarımkürədə yerləşir. Atlas dağlarını Qrinviç meridianı kəsdiyi üçün həm şərqə, həm qərbə, həm də şimala düşür, ekvatordan yuxarıdadır. Ural dağlarının isə nə Qrinviç meridianı, nə 180 dərəcəli meridian, nə də ekvator xətti kəsmədiyi üçün yalnız şimal və şərqdə yerləşir. Yəni iki yarımkürədə yerləşir variantı burada aiddir Atlas dağlarına. Ural dağlarına. Atlas 3 yarımkürə. Şimal yarımkürəsində yerləşir. Bu hər ikisinə aid olandır. Ona görə ortaya yazırıq. Cavan dağlardır. Ural Kaledon Ersin yaşlıdır. Atlas dağlar Alp yaxşıdır. Ona görə Atlas cavan olacaq. Alp qırışıqlığında formalaşıb Atlas dağları. Fəaliyyətdə olan vulkan mövcud deyil. Bu dağların heç birində vulkan mövcud deyil. Ona görə hər ikisinə aiddir. Kaledon Hersin qırışıqlığı isə Ural dağlarına aiddir. 1-ə 1,6, 2-yə 3,4, 3-ə 2,5 B variantı. Qafqaz dağlarının yaranmasının səbəbi. Qafqaz dağları Ərəbistan tavası ilə Avrasiya tavasının toqquşması nəticəsində formalaşıb və Ərəbistan tavası da materik tipli yer qabığındadır, Avrasiya tavası da materik tipli yer qabığıdır. Ona görə də materik tipli litosfer tavalarının toqquşması variantı olan E variantını seçməliyik. 33-cü sual. Yerin planetar inkişaf mərhələsinin sonunda 4,5 milyard il əvvəl yer səthinə kütləvi yağışların yağmasının səbəbini müəyyən edin. Burada səbəb olaraq uşaqlar yer səthində temperatur aşağı düşüb və su buxarı sürətli kondensasiyaya məruz qalmışdır. E, Aşağı düşməsi səbəbi burada atmosfer qatının yaranmasıdır və vulkanların yavaş-yavaş azalması, yəni soyuması nəticəsində temperatur aşağı düşür və buludlar yaranaraq kütləvi yağışlar yağır. Yəni cavab burada E variantı olacaq. 34-cü suala baxırıq. Xəritə sxemində qeyd edilmiş məntəqədən hansı divergent zonada yerləşir? Əslində bu rəqəmlərdən heç biri tam olaraq ayrılma zonası deyə qeyd olunmur. Məsələn, Appalaç dağları heç bir sərhəddə deyil. Burada Kap dağları heç bir sərhəddə deyil. Avstraliya bütövlükdə platformadır. Burada Hindçin yarımadası düşsə konvergentə düşə bilər, amma Hindçin də platforma bir hissəsi platforma, bir hissəsi konvergentə düşür. Burada cavab 4 rəqəmlə göstərilmiş Şərqi Afrika zonasıdır. Çünki burada Şərqi Afrika sınma zonası yerləşir və həmin ərazidə divergent sərhəddə sayılır. Yəni Şərqi Afrika yavaş-yavaş qopur, Afrikadan aralanır. Ona görə divergent sərhəd hesab olunur. 9-cu saat qurşağının orta meridianı ilə Bakı şəhəri arasında yerli vaxt fərqini tapın. Orta meridianın tapılması qaydası belədir ki, verilən saat qurşağının nömrəsi 15-ə vurulur. Yəni 9 vurulur 15-ə. Bu eləyir 135 şərq uzunluğu. Ona görə şərq ki, 1-dən 11-ə kimi bütün saat qurşaqları şərqdə yerləşir. Bakı şəhəri isə 50 şərq uzunluğunda yerləşir. Bu iki məntəqə arasında ə, dərəcə fərqi 85 dərəcədir. İkisi də eyni yarımküre olduğu üçün çıxırıq. Və 85 dərəcəni də saata çevirəndə bölürük 1 saatın qiyməti olan 15 dərəcə. 85-in içərisinə 15 5 dəfə tam yerləşir, yəni 5 saat. 5-i 15-ə 75 edir. 10 dərəcə qalıq qalır. 1 dərəcədə 4 dəqiqə olduğu üçün 10 vur 4 40 dəqiqə edir. Yəni Bakı ilə 9 saat quşağının orta meridian arasındakı zaman fərqi 5 saat 40 dəqiqəyə bərabərdir. Baxırıq 36-cı suala. 75 şimal enliyi və 53 şərq uzunluğundan hərəkətə başlayan təyyarə eyni meridian çevrəsi üzrə əvvəlcə 0, sonra isə 180 dərəcə azimutda hərəkət edərək ümumilikdə 3885 km yol qət etdi. Çatdığı məntəqənin koordinatlarını tap. Uşaqlar, birinci biz bunu çəkirik. Bura olsun 75 şimal enliyi və 53 şərq uzunluğu. Buradan 0 dərəcəli azimutda, yəni şimala doğru, yuxarıya doğru.
Daha sonra 180 ilə eyni meridian çevrəsi. Yəni, baxın, burada elə yer kürəsinin şəkli var. Tutaq ki, məntəqə buradır. Tutaq ki. Buradan mən yuxarıya doğru 0 azimutla gedirəm. 3885 kilometr yol gedib, meridian çevrəsi üzrə. Gəlin birinci bunun neçə dərəcəyə bərabər olduğuna baxaq. 1 dərəcəsinin qiymətinə bölək meridianın, yəni 111-ə. Bu eləyir 35. 35 dərəcə yol gedəcəm. Amma 75-dən 15 dərəcə getdikdən sonra mən çatıram 90-a, yəni şimal qütbünə. Artıq burada mənim getdiyim yol bitir. Eyni meridian çevrəsi üzrə deyirsə, mən artıq digər yarımkürədə davam etməliyəm hərəkətdə. Yəni qütbün digər tərəfində. Qütbün digər tərəfinə keçsəm, şərqdə idimsə qərbə keçmiş olacam. Əks meridiana keçmiş olacam. 53 dərəcə şərq uzunluğunun əks meridianı isə 127 dərəcə qərb uzunluğu. Bunu necə tapırıq? Əks meridianlar biri şərq olur, biri qərb olur və ikisinin cəmi 180 olur. Yəni 180 çarx 53 edir 127 və bunun sonuna qərb uzunluğu yazılır. Keçdim 127 dərəcə qərb uzunluğuna və mən sadəcə 15 dərəcə gəlmişdim 90-a qədər. Ümumi yolum isə 35 idi. Yerdə 20 dərəcəm qalıb. 90-dan da 20 dərəcə aşağı düşəndə yenə 70 şimal enliyinə çatıram. Yəni cavabımız 70 şimal enliyi və 127 qərb uzunluğu olacaq. Quraq iqlimə malik ərazilərdə müvəqqəti axarların təsiri ilə yaranan relyef formaları. Uşaqlar, quraqlıq ümumiyyətlə quraq ərazilər arid ərazilər hesab olunur. Rütubətli ərazilər isə humid ərazilər. Yəni burada arid denudasiyon relyef formaları cavabını seçməliyik. Arid denudasiyon demək ki, quraqlıqdan parçalanma. Yəni ərazi quraqdır, susuz ərazidir və bura müvəqqəti axın gəlir. Müəyyən müddət oradan bir su axır, çay keçir, amma sonra quruyursa, orada denudasiya, yəni parçalanma prosesi baş verir və buna arid denudasiya deyirlər və bu da şırım, yarğan və qobudur. Yəni arid denudasiyon relyef formaları bunlardır. Akkumulyasiya toplanma deməkdir. Sürüşmə dağlarda baş verir, rütubətli ərazilərdə. Nival buzlaq elə adından məlumdur. Buzlaqdır, quraq yerdə olmur. Antropogen isə insan fəaliyyəti ilə yaranmış relyef formasıdır. 38-ə baxırıq. Hər hansısa bir ərazinin relyef profilinin hazırlanması coğrafiya elminin hansı tədqiqat metoduna aiddir? Baxın, biz burada nəsə hazırlayırıq. Yəni bir ərazinin oxşarını, relyef profilini hazırlayırıq. Onun əsasında həmin ərazini öyrənirsə, deməli həmin ərazinin modelini yaradırıq. Ona görə də bu coğrafi modelləşməyə aid olacaq. Avstraliyanın qərb hissəsinin filiz mənşəli faydalı qazıntılarla zəngin olmasının səbəbi. Avstraliyanın qərb hissəsində Qərbi Avstraliya yaylası yerləşir. Qərbi Avstraliya yaylası isə filiz faydalı qazıntılarla zəngindir. Bunun səbəbi isə həmin ərazidə kristallik süxurların səthə yaxın yerləşməsidir. Yəni, filiz faydalı qazıntılar daha çox kristallik, daha çox yox həmişə. Kristallik süxurlarda olur. Yəni, maqmatik mənşəli süxurlarda olur. Burada litosfer tavanı toqquşma zonası Avstraliya heç bir zonada yerləşmir. Tamamilə platformadır. Çökmə süxurda daha çox yanar faydalı qazıntılar, neft, qaz, bu kimi şeylər olur. Cavan dağ ümumiyyətlə Avstraliyada yoxdur. Ərazi isə seysmik cəhətdən fəal deyil, tamamilə platformada yerləşir. 40-cı suala baxırıq. Günəş şüaları A məntəqəsi üzərində zenitdə olarsa, aşağıda qeyd olunan məntəqələrdən hansında günəş şüaları daha kiçik bucaq altında düşər? Baxın, A məntəqəsi buradadır. Afrikanın düz mərkəzi. Bu, yəni ekvator xəttidir. Günəş ekvator üzərində zenitdədir. Harda daha kiçik bucaq altına düşər? Ən uzaqda harda yerləşirsə orada. Yəni qütbə ən yaxın yerləşən yer haradırsa ora. Burada cavab Y variantıdır. Çünki ekvatordan ən uzaqda yerləşən məntəqə Y variantında, yəni Y nöqtəsindədir. Məsələn, burada D məntəqəsi A-dan 2 paralel xətti qədər uzaqlıqdadır. Amma Y məntəqəsi 1, 2, 3 paralel xətti qədər uzaqlıqdadır. Yəni, buradan Y-nin daha uzaqda olduğunu bilə bilərsiniz. Cavab Y məntəqəsi və C variantı olacaq.
41-ci suala bax. Sxemdə A və B nöqtələrinin hündürlük fərqi 75 metr olarsa, doğru ifadəni müəyyən et. Deməli, A-dan B-yə 75 metrdir. Buradan bura. A-dan B-yə neçə addım var? 1, 2, 3. 3 addımın 75 metrdirsə, hər addım 25 metrə bərabərdir. Yəni, kəsmə yüksəklik 25 metrə bərabər. Kəsmə yüksəklik iki qonşu horizontal arasındakı məsafədir. Yəni, bundan bu, bundan bu. Deməli, kəsmə yüksəkliyi 25 metrdir. Buna əsasən biz C nöqtəsinin hündürlüyünü də tapa bilərik. Əgər bura 742-dirsə, C nöqtəsi də bura dağ olduğu üçün verkişliklərdən baxırıq ki, bura dağdır. C məntəqəsi buradan aşağı hündürlükdə olmalıdır və 25-ə bölünən ədəd olmalıdır. Yəni 742-dən balaca 25-ə bölünən ədəd 725-dir. Buna əsasən D nöqtəsində hündürlüyünü tapa bilərik. Bura 725-dirsə, bura 700-dür. Bura 675-dir, bura 650-dir, bura isə 625-dir. İndi gəlin variantlara baxaq. Şərq yamacında səthi axınları daha sürətlidir. Şərq yamacı gördüyünüz kimi horizontallar bir-birinə daha sıx çəkilir. Deməli, həmin ərazi daha meyillidir, yəni daha dikdir. Daha dik olduğu üçün də su daha sürətlə axar. Bu doğru fikirdir. A və B nöqtələri arasında yamacın meyilliyi daha çoxdur. A və B nöqtələri arasında ərazi böyükdür. Yəni horizontallar bir-birinə aralı çəkilib. Aralı çəkilibsə burada meyillik az olacaq, çox olmayacaq. Bu səhv fikir. Kəsmə yüksəkliyinin 25 olduğunu tapdıq. C nöqtəsinin 725 metr olduğunu tapmışıq. Mütləq hündürlük və nisbi hündürlük bir-birinə bərabərdir. Mütləq hündürlük 742-dir. Nisbi hündürlük isə 742-dən 625-i çıxaraq tapacaq. Yəni ən hündür yerdən ən alçaq yer. Bunlar da təbii ki, bir-birinə bərabər olmaz. Bu 117 eləyir nisbi hündürlük. Amma mütləq hündürlük 742-dir. Bu səhv fikirdir. D nöqtəsinin hündürlüyü 600-dür. Xeyr, tapdıq ki, 625-dir. Burada doğru cavablar 1, 3 və 4 olacaq. Neçənci sual idi o? 41. Davam edək 42-ci sualına. Bunu biraz böyüdək. Bu biraz yaxşı görsənmir. Plana əsasən yanlış fikri müəyyən edin. Ərazinin cənub-qərb hissəsində. Bunun cənub-qərbini necə tapaq? Baxın, burada şimalı göstərən ox var. Yəni, bura şimal, yuxarı tərəf. Deməli, aşağı tərəf cənubdur bura. Cənub-qərbdə bu hissə olacaq. Sol aşağı kök. Ərazinin cənub-qərb hissəsində meyvə bağı salmışdır. Bəli, burada meyvə bağının biz işarələrini görürük, yumru-yumru. Bu doğru fikirdir. Bizdən yanlış istəyir. Çayın üzərində metal körpü var. Baxın, çay buradan axır və onun üzərində belə bir işarə görürük. Bu, metal körpünün işarəsidir. Doğru fikirdir. Çayın sahili boyu qumluqlar var. Baxırıq çayın sahillərinə. Çayın sahilində biz qumluq işarəsi görmürük. Qumluq belə nöqtə-nöqtə olur. Biz elə bir işarə burada görmürük. Bunu saxlayaq. Ərazidə kolluqlar inkişaf etmişdir. Bəli, baxın, burada kolluğun işarəsini görürsünüz. Kolluqlar var. Burada da həmçinin, burada da həmçinin kolluqlar var. Bu doğru fikirdir. Ərazidə qarışıq meşə yayılmışdır. Bəli, baxın, iki dənə ağac verib yan-yana. Biri enliyarpaqlı, biri iynəyarpaqlı ağacı oxşadıblar. Deməli, bu qarışıq meşədir. Bu da doğru fikirdir. Amma biz ərazidə qumluq görmədik. Ona görə də çayın sahili boyu qumluqlar yayılmışdır fikri səhv fikir. Silindrik proyeksiyada hazırlanmış xəritədə ən az təhrif olunan ərazini müəyyən edin. Uşaqlar, silindrik proyeksiyada silindrə toxunma nöqtəsi ekvator xətti olur. Yer kürəsini silindrin içərisinə salırlar. Elə ki, təsəvvür eləyək ki, bu silindirdir. Belə. Yer kürəsini bunun içərisinə salırlar, yəni qlobusu. Bu zaman qlobusun ən enli hissəsi, yəni ekvator xətti silindrə toxunur. Ona görə ekvator xəttində təhrif sıfıra bərabər olur. Biz də burada ekvatora ən yaxın yerləşən ərazini seçməliyik. Qobi yaylası Çin, Monqolistan ərazisindədir, uzaqdır ekvatordan. Kola yarımadası Skandinaviyanın şərqindədir, uzaqdadır. Hindqanq Hindistanın yuxarısındadır, şimalında. Nisbətən uzağa düşür. Qrenlandiya isə qütbə ən yaxın adalardandır. Bu da uzağa düşür. Amma Amazon ovalığını ekvator xətti kəsir. Ona görə də burada ekvator ən yaxın olan elə Amazon ovalığı olacaq.
Morfoskulptur relyef formalarını yaradan amili müəyyən edin. Morfoskulptur eksogen qüvvələrin yaratdığı relyef formalardır. Yəni xarici qüvvələr. Morfostruktur isə endogen, yəni daxili qüvvələrin təsiri. İndi biz burada xarici bir qüvvə tapmalıyıq. Zəlzələ daxili qüvvədir. Vulkan püskürməsi daxili qüvvədir, yerin daxilindən baş verir. Tektonik hərəkətləri həmçinin, endogen proseslər də həmçinin. Eksorasiya buzlaqların fəaliyyətinə deyilir. Bu xarici qüvvə hesab olunur. Ona görə də cavabımız A variantı eksorasiya olacaq. Qabarma elektrik stansiyalarının fəaliyyət göstərdiyi ölkə. Qabarma elektrik stansiyasının fəaliyyət göstərməyi üçün ölkə açıq okean sahilində olmalıdır. Çünki qabarma və çəkilmələr açıq okeanlarda və kənar dənizlərdə daha güclü baş verir. Ayın və günəşin cazibə qüvvəsi nəticəsində. Burada Polşanın açıq okeana çıxışı yoxdur. Baltik dənizi sahilində yerləşir. Baltik daxili dənizdir. Ona görə bunu götürə bilmərik. Türkiyənin də açıq okeana çıxışı yoxdur. Aralıq dənizi, Qaradəniz sahilindədir. Onlar daxili dənizlərdir. Burada Misirin açıq okeana çıxışı yoxdur. Qırmızı dəniz və Aralıq dəniz sahilindədir. Onlar daxili dənizlərdir. Yenə burada Türkiyənin açıq okeana çıxışı yoxdur. Amma Kanada, Fransa və Rusiya okean sahilində yerləşən ölkələrdir. Həmçinin varlı ölkələrdir. Yəni qabarma elektrik stansiyasının qura biləcək gücdədirlər. Həm texniki cəhətdən inkişaf ediblər, həm də maddi cəhətdən. Ona görə burada cavab Kanada, Fransa və Rusiya olacaq. Əlamətlər okean dibi relyefin hansı hissəsinə aiddir? Qranit qatına malikdir, yəni materik tipli yer qabığındadır. Zəngin neft və təbii qaz ehtiyatları var. Yəni bu şelf zonasında yerləşir. Şelf zonasında zəngin neft qaz ehtiyatları olur. Materikin sualtı dağında 200 metrə qədər dərinlik. Burada söhbət şelf zonası və yaxud materik dayazlığından gedir. Cavab olur materik dayazlıq. 47-ci suala baxırıq. Başlanğıc meridianından 30 və 60 dərəcə paralellər boyu 40 dərəcə hərəkət edən təyyarələrin qət etdiyi məsafələr arasında fərqi hesablayın. Gəlin çəkək. Bu olsun başlanğıc meridian, yəni 0 dərəcəli meridian. Bu olsun 60 dərəcəli paralel, bu olsun 30 dərəcəli paralel. 30, 60. 40 dərəcə hərəkət ediblər. Yəni çatıblar 40 dərəcə şərq uzunluğuna. İndi qərb də ola bilərdi. Yazıb 40 dərəcə hərəkət edir. Hara doğru hərəkət elədiyini yazmayıb. Şərq götürək. Eyni şey olacaq olsun. Və 30 dərəcəli paraleldə 1 dərəcəmiz 96.5-dir. 60 dərəcənin üzərində isə 1 dərəcəmiz 55.8-dir. Aşağıda bizə bunları qeyd edin. 1 dərəcə 96.5-dir və bu 40 dərəcə gedibsə, biz 96.5-i 40-a vuraraq tapırıq ki, deməli 3860 kilometr yol gedib. 60 dərəcəli paralelin üstündə də 55.8-i 40-a vuraraq tapırıq ki, düz vurdum bunu. Deməli 3 yadda, 3, 2 yadda 2232 kilometr yol gedib. Deməli, 30 dərəcəli paralelin üstündə 40 dərəcə 3860 kilometrdir. 60 dərəcəli paralelin üstündə 2232 kilometrdir. Bizdən isə fərqi soruşur. 3860-dan çıxacaq 2232-sini, o da eləyəcək 1628 kilometr. Cavab olacaq Y variantı. Davam edirik 48-ci sualla. Doğru sıraları müəyyən edin. Faydalı qazıntı verib, yayıldığı ərazini verib, həmin ərazinin yerləşdiyi ölkəni verib. Mis, Mərkəzi Afrika, Konqo doğru fikirdir. Dünyada iki böyük mis qurşağı var. Cənubi Amerikada Çili və Peru ərazisinə düşür Ant dağlarında. Bir də Mərkəzi Afrikada Konqo, Zambiya, Zimbabve ərazisinə düşür. Bu doğru fikirdir. Daş kömür, Mərkəzi Afrika, Efiopiya. Bu yanlış fikirdir.
Mərkəzi Afrika regionunda daş kömürü ehtiyatları yayılmayıb belə də. Efiopiya yaylasında da biz onun adını çəkmirik. Ə, Neft Meksika körfəzi ABŞ. Bəli, Meksika körfəzi dünyanın ən zəngin neft yataqlarından biridir və ABŞ sahillərinə düşür. Boksit Şimali Amerika, Misir, Afrikaya üzr istəyirəm. Boksit Şimali Afrika, Misir. Burada da Misir ərazisi düzən ərazidir. Boksit daha çox maqmatik suxurların yayıldığı ərazidədir və biz Misirdə boksit ehtiyatlarını çəkmirik. Bu səhv fikirdir. Dəmir fezi Ural dağları. Rusiya isə doğrudur. Ural dağları qədim dağlardır. Maqmatik suxurlardan təşkil olunub. Dünyanın ən böyük dəmir ehtiyatlarından biri burada yerləşir və Ural dağları Rusiya ərazisindədir. Bu da doğrudur. Cavab olur. 1, 3, 5. Denidasyon mənşəli düzənliklər. Düzənliklər iki cür olur. Denidasyon və akkumulyativ. Akkumulyativ düzənliklər çökək ərazilərdə toplanma nəticəsində yaranır. Bunlar ovalıqlardır. Denidasyon düzənlikləri isə keçmiş dağların yerində yaranır. Yəni dağlar parçalanır, düzənliyə çevrilir və bunlar yaylalardır. A variantında La Plata ovalıqdır, Mississippi ovalıqdır, mərkəzi düzənlik daha çox yüksəklikdir. Yüksəklik olardı, amma La Plata və Mississippi olmur. Bunları çıxırıq. Bizə yayla lazımdır və yaxud yüksəklik. Küraraz ovalıqdır, Qərbi Sibir ovalıqdır. Bunları çıxırıq. Qərbi Sibir, Turan hər ikisi ovalıqdır, çıxırıq. Mesopotamiya ovalıqdır, çıxırıq. Dekan yayladır, Braziliya yayladır, Orta Sibir yayladır. Ona görə də denidasyon düzənliklərdir. Cavab olur Y variantı. Doğru olmayan fikri müəyyən edin. Yer öz oxu ətrafında 1 saat 15 dərəcə fırlanır. Bəli, yer öz oxu ətrafında 24 saata 360 dərəcə fırlanır. 360-ı bölük 24-ə 1 saata 15 dərəcə düşür. Bu doğru fikir. Qərbdə yerləşən məntəqələrdə yerli vaxt şərqdə yerləşən məntəqələrə nisbətən geri olur. Bəli, çünki günəş şərqdən çıxır, qərbdə batır. Şərqdə olanlar həmişə irəlidə olur. Günəş şüaları yer səthini şərqdən qərbə doğru işıqlandırmağa başlayır. Bəli, ona görə də şərqdə olanlar irəlidə olurlar. Bütün saat qurşaqlarında yerləşən materik Antarktida, okean isə şimal buzlu okeandır. Doğru fikirdir, çünki bütün meridianlar qütblərdə birləşir. Şimal qütbündə şimal buzlu okean, cənub qütbündə Antarktida yerləşir. Ona görə də bütün meridianlar oradan keçdiyi üçün bütün saat qurşaqlarına da düşürlər. Yerin illik hərəkəti məntəqə arasında yerli vaxt fərqinin yaranmasına səbəb olur. Xeyr. Yerli vaxt fərqi yerin öz oxu ətrafında, yəni yerin sutkalıq hərəkəti nəticəsində yaranır. İllik hərəkəti nəticəsində deyil. Ona görə də cavab burada Y variantı olacaq. Yerin öz oxu ətrafında hərəkətin coğrafi nəticəsinə aid deyil. Qabarma və çəkilmə yerin öz oxu ətrafında hərəkət nəticəsində baş verir, ayın cazibə qüvvəsi ilə. Qütb gecə gündüzləri yerin günəş ətrafında hərəkəti nəticəsində 6 ay şimal qütbündə, 6 ay cənub qütbündə gecə gündüz olur. Yəni bu yerin öz oxu yox, günəş ətrafında hərəkəti nəticəsindədir. Havanın temperaturunun sutka ərzində. Burada sutka sözü var, onsuz da bir gün nəzərdə tutulur və yer öz oxu ətrafında bir günə dönür. Gecə gündüz bir gün ərzində dəyişir. Yerin öz oxu ətrafında hərəkətinə aiddir. Sutkalıq sözü var burada. Gördüyünüz kimi mənim şagirdim də burada sutkalıq sözünə fikir verməyib. Sutka bir gün deməkdir. Yer də öz oxu ətrafında bir günə dönür. Yəni sutkalıq küləyin yaranması da yerin öz oxu ətrafında hərəkəti nəticəsindədir. Ona görə cavab olacaq B variantı. Xəritə sisteməsindən adı doğru verilmiş coğrafi obyekt. Deyir ki, 4 Efiopiya yaylasıdır bura. Bəli, doğru deyir. Elə cavab A variantıdır. Digərləri niyə səhvdir baxaq. Bir deyir La Plata ovalığıdır. La Plata ovalığı burada yerləşir. Bu səhv fikirdir. 2 Böyük Çin düzənliyidir. Böyük Çin düzənliyi burada yerləşir. Bu da səhvdir. 5 Şərqi Avropada deyir. Şərqi Avropa burada yerləşir. Bu da səhvdir. 3 Atlantik sahili ovalıq deyir. Atlantik sahili ovalıq burada yerləşir. Bu da səhvdir. Cavab elə A variantı. Aha, burada bir sual da var. Adada yerləşən vulkanlar. Krakatau vulkanı İndoneziya ərazisindədir. İndoneziya isə ölkə olaraq bütövlükdə onsuz da adadadır. Ən çox adaları olan ölkədir.
Ona görə Krakatoa vulkanı adada yerləşəcək. Bir doğrudur. Kotapaxi vulkanı Cənubi Amerikada Ekvador ərazisində Ant dağlarında yerləşir. Ora ada deyil. Etna vulkanı İtaliyada, Siciliya adasında yerləşir. Aralıq dənizinin içərisində adadadır. Kolima vulkanı Şimali Amerikada Meksika ərazisində düşür. Kordilyer dağlarının cənub hissəsi ada deyil. Vezuv vulkanı İtaliyada Apennin yarımadasında yerləşir. Ada deyil. Eyjafjallajökull vulkanı isə İslandiya ərazisindədir. Adadadır. İslandiya özü ən böyük vulkanik adadır. Burada cavab 1, 3 və 6 olacaq. Bitti bu. Yox, 53. Yox, bir də olmalıdır. 54. Aha, bura baxaq. Miqyası 1 sm-də 60 km olan xəritədə iki məntəqə arasındakı məsafə 8 sm-dir. Oxudum, dayandım. Bizə miqyas verib, xəritədəki məsafə verib, həqiqi məsafəni verməyib. Gəlin birinci həqiqi məsafəni tapaq. Həqiqi məsafəni tapmaq üçün miqyas vurulur xəritədəki məsafəyə. Həqiqi məsafəmiz 480 km-ə bərabərdir. İndi ardını oxuyuram. Miqyası 1 bölünsün 4 milyon olan digər xəritədə həmin məntəqə arasındakı məsafə. Həmin məntəqə arasındakı məsafədən söhbət gedirsə, söhbət yenə 480 kilometrdən gedir. Məsafəni santimetrlə hesablayın. Yəni xəritədəki məsafəni hesablayın. Bizə həqiqi məsafə var 480, miqyas var 1 bölünsün 4 milyon. Xəritədəki məsafə tapılanda həqiqi bölünür miqyasa. Amma miqyasdan 5 sıfır çıxdıqdan sonra. Çünki miqyas santimetrlə verilir. Kilometrə çevirmək üçün oradan 5 sıfır çıxmalıyıq. Yəni 480-i 40-a bölürük. Bu da eləyir 12 santimetr. Cavab olur 12 santimetr. 55. Xəritə sxeməsindən qədim dağların yerləşdiyi ərazilər. Burada Kap və Əjdaha dağları var. Biri götürə bilərik. Burada Böyük Xinqan dağları var. İkini götürə bilərik. Kap və Əjdaha, Böyük Xinqan, Kaledon Hersin yaşlı dağlardır. 3 Atlas dağlarıdır. Alp yaşlıdır. Cavandır. 4 burada İran yaylasını göstərib. Burada Zagros dağları da var. Elburz dağı da var. Hər ikisi Alp yaşlıdır. Cavandır. 5-də isə bizə Qafqaz dağlarına da düşür. Krım dağlarını da nəzərdə tutmuş ola bilər. Hər ikisi Alp yaşlıdır, hər ikisi cavandır. 6-da isə bizə Böyük Suarici dağlarının yerləşdiyi ərazini göstərib. O da Kaledon Hersin yaşlıdır. Ona görə qədim dağdır. Cavab 1, 2, 6. Kars mağaraları yarandığı ərazilərdə əsasən hansı süxurlar geniş yayılır? Kars mağarasının yaranması üçün süxurlar yumşaq, yuyula bilən olmalıdır. Yəni ki, çökmə süxurlar olmalıdır. Biz burada çökmə mənşəli süxurları seçməliyik. Qranit maqmatikdir, kvarsit maqmatikdir, qneys metamorfikdir. Çökmə mənşəli süxurlar burada əhəng daşı, dolomit və gipsdir. Cavab burada 1, 4 və 6 olacaq. Uyğunluğu müəyyən edin. Şimali Amerika və Cənubi Amerika. Ərazidə mis qurşağı yerləşir. Bunu bayaq da qeyd elədim. Cənubi Amerika Ant dağları, Çili, Peru ərazisi mis qurşağıdır. Bunu Cənubi Amerikaya yazırıq. Düzənliklərin formalaşmasında buzlaqların, çayların rolu böyükdür. Buzlaq deyirsə biz Şimali Amerikanı götürməliyik. Çünki Şimali Amerika 4-cü dövr buzlaşmasına məruz qalıb. Dünyanın ən uzun dağ sistemi yerləşir. Dünyanın ən uzun dağ sistemi Ant dağlarıdır. O da Cənubi Amerikada yerləşir. Cənub hissəsində qədim dağlar var. Bunu əslində Cənubi Amerikada ümumiyyətlə qədim dağ yoxdur. Şimali Amerikanda şərq hissəsində Appalaç dağları var. Bunu götürə də bilər, götürməyə də bilər. Məncə götürməməlidir. Çünki Appalaç tam olaraq cənuba düşmür. Şimali Amerikanın cənubu bu Meksika, oradan Qvatemala, Honduras ərazisi filandır. Yəni məncə götürməməlidirlər. Appalaç dağları qədimdir, amma şərqdə yerləşir. Ona görə mən bunu heç birinə götürmürəm. Kaledon və Hersin qırşına formalaşan dağ sistemi bu Appalaç dağlarıdır. Şimali Amerikada yerləşir. Ona görə 1-ə B-yi, 2-yə AC. Qaldı situasiyamız. Situasiyaya baxırıq.
Deyir ki, coğrafiya dərsində şagird əvvəlcə siyasi xəritə üzərində Bakıdan 90, Bakını gəlin çəkək. 40 şimal, 50 şərq. 90 deyirsə şərqə doğru, yəni sağa doğru belə yol gedir və 270, daha sonra 270, yəni bir dəfə də sola doğru gedir, qərbə doğru. 854 kilometr məsafə gedir. 40 dərəcəli paralel üstə 854 kilometrin nə qədər olduğunu hesablayaq. 1 dərəcəmiz 85,4-dür. Bölürük 85,4-ə tapırıq 10 dərəcə. Yəni şərqə də 10 dərəcə gedib, qərbə də 10 dərəcə gedib. Şərqə 10 dərəcə gedibsə çatıb 60 şərq uzunluğuna, qərbə 10 dərəcə gedibsə çatıb 40 şərq uzunluğuna. 40 dərəcəli paralel üzərində yerləşən məntəqələrin müstəqil türk dövlətlərinin ərazisində yerləşdiyini gördü. Müstəqil türk dövlətləri. Əgər şərqdəkini deyirsə, bu Türkmenistandır. Türkmenistan. A məntəqəsi. Qərbdəkini deyirsə, bu da Türkiyə olacaq. Hər ikisi müstəqil türk dövləti. Türkmenistan bizdən düz şərqdədir, Türkiyə isə qərbdə. Gördü. Şagird daha sonra fiziki xəritə üzərində məntəqənin yerləşdiyi ərazilər fərqli relyef formaları. Fərqli relyef deyirsə, Türkmenistan Turan ovalığındadır. Orada ovalıq görüb. Türkiyə Anadolu yaylasındadır. Orada da yayla görüb. Həm də dağlıq relyef forması sayır. Mövcud olduğunu müəyyən etdi. İndi gəlin suallara bax. A və B məntəqənin yerləşdiyi ölkənin müvafiq. Müvafiq deyirsə birinci A. A-da şərqə getmişsə, A Türkmenistandır. Türkmenistan. B-də qərbə getmişsə, B Türkiyədir. Müvafiq olaraq Türkmenistan, Türkiyə. Gördüyünüz kimi, mənim şagirdim Çinin türk dövləti olduğunu düşünüb burada. Yəqin Sintizyan Uyğur Muxtar Mahalının müstəqillik qazandığını fikirləşib. Amma təbii ki, belə deyil. Baxırıq 59-cu suala. Burada cavab Türkmenistan və Türkiyə oldu. 59-cu suala baxırıq. Bu qrafiki saxlamaq istəyirəm. Amma qalanlarını silək. Aha. Deyir ki, A və B məntəqənin yerləşdiyi ərazilərin relyefinə aid xüsusiyyətləri cədvəlcə yazın. A-nın relyefi. A-nın relyefi düzənlikdir. Yəni ovalıq. Düzən relyef, ovalıq. Mənşəyi akkumulyativ. Çünki Turan ovalığı akkumulyativ mənşəli düzənlikdir. İkincinin relyefi dağlıqdır, amma dağlıq götürək. Dağlıq. Əslində o da düzənlikdir. Yayladır da, Anadolu yaylası. Mənşəyi isə denudasyon. Denudasyon. Cavab bu ovalığı da düzənlik eləyək də. Düzənlik akkumulyativ və dağlıq denudasyon. A və B məntəqənin yerləşdiyi coğrafi koordinatlar müvafiq olaraq deyin. Hər ikisi 40 dərəcə şimaldadır. Çünki Bakıdan gedib və yuxarı aşağı getməyib. A 40 şimal, 60 şərqdədir. Çünki A birinci şərqə doğru gedib. 40 şimal, 60 şərq. B-də isə 10 dərəcə qərbə doğru getmişdir. B isə olacaq 40 şimal, 40 şərq. Burada yerlərini dəyişik yazıb. Müvafiq sözünə burada fikir vermək lazımdır. Müvafiq, yəni ardıcıl. OTK sınavımızdan bu qədər. Növbəti dərs sınavlarında görüşərik.